Asan Xidmətin İnnovasiyalar Mərkəzinin Bilim Azərbaycan layihəsi çərçivəsində fəaliyyət göstərən Bilim Quba Mərkəzinin fəaliyyətə başlamasının 1 ili tamam olur. Bəs bu mərkəz hansı üstünlükləri ilə seçilir və gələcəyimiz olan övladlarımıza nələri vəd edir? Bu haqda sujetimiz var. Quba Asan Həyat kompleksində yerləşən mərkəzdə təbiət elmləri laboratoriyası, riyaziyyat laboratoriyası, astronomiya, kosmos və aviasiya laboratoriyası və dizayn laboratoriyası fəaliyyət göstərir. Hər bir laboratoriyada eyni vaxtda 20 nəfər olmaqla ümumilikdə 80 şagird təlimlərdə iştirak edə bilir. Burada müxtəlif kompüterlərdə müxtəlif dərslər öyrənirik. Ən xoşuma gələn kiber təhlükəsizlikdir. Burada ötən müddət ərzində minlərlə uşaq müxtəlif tədbirlərdə iştirak edib. 20-dən çox fərqli layihəyə isə həm şagirdlər, həm də valideynlər qoşulub. Bilim Quba Mərkəzinin nəzdində DNİAP məktəbi də fəaliyyət göstərir. Ötən il 1000 şagird bu məktəbə qəbul olmaq üçün imtahan verib, onlardan isə 80 nəfəri qəbul olub. Ümumilikdə isə Bilim Quba Mərkəzindən bugünə qədər 11300 şagird yararlanıb. Proqramlaşdırma dilləri ilə məşğul oluruq. JavaScript, C++ dilləri ilə öyrənirik. Layihənin icrasında əsas məqsəd 6-14 yaş arası uşaqlarda elm, texnologiya, sahibkarlıq və innovasiya sahələrinə marağı artırmaq, onları 21-ci əsrin tələblərinə uyğun bilik və bacarıqlarla təmin etməkdir. Azərbaycanımızda, can Azərbaycanımızda Azərbaycanda gözəl yerlərə gələcək və bu ölkə üçün öz puanlarını, öz maşınlarını istehsal edəcək uşaqlar olacaq. Bu baxımdan bizim məqsədimiz gələcəyin ən yaxşı kadrlarının, mühəndislərinin yetişdirilməsidir. amaçlamaqdayız. Qeyd edək ki, Bilim Azərbaycan layihəsi 2021-ci ildə Azərbaycan Respublikasının prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu arasında imzalanmış anlaşma protokolu əsasında həyata keçirilir. Layihənin ilk nümunəsi olan Bilim Bakı Mərkəzi 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Nobel mükafatı laureatı Professor Əziz Sancarın iştirakı ilə istifadəyə verilib. Emin Vaqifoğlu, Diana Cəlali, Space Xəbər, Quba.